şəhid ailələridir. Sanki təkrarən həmən müharibəyə qayıdırlar, yenidən yaşayırlar. Necə bir hissdir, duyğudur? Mən 2020-ci il oktyabr 1-i Laçın hərbi komissarlığından yola düşmüşəm könüllü olaraq. Amma əslində mənim üçün müharibə 1992-ci ildə mən anadan dünyaya gələndən başlayıbdı. Mən 1992-ci il mayın 6-sında dünyaya gəlmişəm. Özüm Laçın rayonu Ədəşəvi kəndindənəm. Mən dünyaya gələndə atım müharibədə idi. Yəni könüllü olaraq müharibədə döyüşürdü. Qismət elə oldu ki, vaxt gəldi, 30 ildən sonra mənə qismət oldu. Bizim qardaşın dediyi kimi biz nəsillərin qismətinə düşdü və könüllü olaraq fikirləşmədən, heç nə baxmadan mən bir Azərbaycanlı olaraq, ikincisi də bir Qarabağlı olaraq mənim bu vəzifə borcumdur. Hər bir Azərbaycanlının vəzifə borcudur, öz torpaqlarının suverenliyini qorumaq. Amma bir Qarabağlı olaraq bu bizə iki qat borcdur. Və Azərbaycan ərazi bütövlüyü uğrunda bu gün də lazım olsa, yenə də bütün canımı verməyə hazıram. Yəni, oktyabr 1-i könüllü olaraq Ağcabədidən Ensali hərbi getdik, sonra Füzuliyə, Şükürbəyliyə, oradan Cəbrayıla İstiqamətində. Cəbrayılın Dostlar bulağına deyilən yer var idi. Dostlar bulağında Cəbrayıl rayonunda bizim komandirimiz rəhmətli Milli Qəhrəman Şükür Həmidovdur. Cəbrayılda mən müdafiə mövqelərində olmuşam. Lazımlı, əhəmiyyətli mövqeləri qorumuşuq. Cəbrayıldan Qubadlı istiqamətinə keçmişik. Oktyabrın 19-u artıq belə gecə. Oktyabrın 20-si səhərə yaxın döyüş başladı. Qızğın döyüş başladı. Yəni, ümumiyyətcə, hər bir döyüş keçirilən yerdə, yəni, rahat bir şey olmayıb da, yəni ki, buranı rahat aldıq və yaxud bura. Yəni, döyüşdür, bu döyüş. Bir söz var, düşməni heç vaxt zəif bilmək lazım deyil. Həfifə almaq olmaz. Hə, həfifə almaq olmaz. Qubadlı rayonun Sultanbəyli kəndində idi. Oktyabr 20-sində döyüşlər başladı. Mənimlə eyni gündə Laçın hərbi komissarlığından, Laçın rayon Şeylanı kəndindən Şəhid Nəcəbov Etibar bir yerdə bir avtobusda yola düşmüşdü. Elə oldu ki, eyni mövqedə, Qubadlı istiqamətində, eyni mövqedə yan-yana uzanır, döyüş apardıq. Açıq döyüş gedirdi, üzbəüz səngərlə, ermənlə döyüş apardıq. Nə qədər məsafəmiz var idi? Tam belə yalançı olaram. Gözə yarı, orta gözlə təqrib. Amma yaxın idi. Çünki onların bir dənə pikaplarını vurdıq. Pikapları gəldi, pikaplarını vurdıq. Pikapları qaldı orada. Sonra başqa sanitarka gəldi. Onu bizim bir bölük komandirimiz var idi. Baş leytenant, adı, familiyası yadından çıxır. RPG ilə atdı, amma sanitarka zirək hərəkət elədi, yayındı, qaçdı. Amma güclü müqavimət göstərirdilər. Göstərdilər, amma yenə də ki, ordumuzun yüksək hazırlıq nəticəsində, yəni prezidentimizin
güclü siyasətin nəticəsində, yəni ki, bugünkü gündə tarix yaşandı və bugünkü gündə o tarixi biz hər il yad eləyəcəyik. Həm anım günü, həm zəfər günü və bunlar bizim Azərbaycan Respublikasının tarixinə yazılmış səhifələrdir. Mən deyərdim ki, yeni və ən yeni tariximizin ən parlaq səhifələridir. O tarixin də sərkardarı cənab Prezident İlham Əliyevdir. Və artıq illər keçsə, 10 illər keçsə də fərq eləmir. Hər bir şəhidin, hər bir qazinin cənab Prezidentimiz tərəfindən verilən medallar var. Bəli. O medalların vəsiqələrinə bir dənə ad soyad var, bir dənə imza var. O da İlham Əliyev. Bu artıq tarixdir. Yəni bizə gördüyünüz bu hər bir medalı cənab Prezident tərəfindən təltif olmuşuq. Bu da tarixə qovuşuq. Hər kəsə də nəsib olan bir şey deyil.